şəhərimizin adına olan küçədə İsmail Kəmli kəsim. 450 metr olan yoldur. Bu yol siz özünüz də görürsünüz, necə çıxılmaz vəziyyətdədir. Buradakı vətəndaşlar deyir ki, küçələrimizdə, yollarımızda çoxlu problemlər var. Yollar keçilməzdir, xüsusən qış aylarında, yağış yağanda böyük çalalar əmələ gəlir. Həm də deyirlər ki, axşam saatlarında yollar qaranlıqdır. Hərəkət etmək mümkün deyil, evə gəlmək, evə getmək mümkün deyil. Yollarımız bərbad vəziyyətdədir, işıqlandırma yoxdur, şəhərin mərkəzindən bir yerdir. Şərait yaxşıdır da, yollar biraz bərbad haldadır, dağılıb, sökülüb, elə də qalıb. Yol bir də işıqlandırma da bizim problem, başqa bir problemimiz yoxdur şükür Allah. Yəni düşünürsünüz ki, şəhərin belə bir yerində, mərkəzə yaxın bir yerində bu problem bugün 2026-cı ildə olmamalıdır. Əlbəttə ki, bu vəziyyətdə yaşayırıq hələ. Toz, torpaq, küçələr pis vəziyyətdə, maşınlar keçə bilmir rahat. Və qeyd etdiniz ki, bu ərazidə, bu küçədə bir neçə dövlət qurumunun inzibati binaları da var hətta. Böyle Azər İşıqdır, Azər suyun idarələri var burada, bəli. Burada Azər İşıqın binası var, amma işıqlandırma yoxdur küçələrdə. Yox, yox. Heç olmasa onlara deyirsiniz, bir işıq vurun buralara, yoxsa nə deyirlər? Yox, işıq belə öz binalarının qabağına vurmuşlar, amma onlar da müəyyən müddətdən sonra sındı, dağıldı, yoxdur. Yolumuz bərbad vəziyyətdə. Yolun o tərəfdə qaldırdılar biraz torpağı, binaya tərəf su getməsin. Ora göl əmələ gəlir. Yağış yağdı, bütün yağışın suyu məhəllənin ortasında. Maşınlar güclə keçir orada. Dağılır, maşın dağılır da tezə maşındır. Biliyorsun ki, perodokdan ses gəldi. Bu dəqiqə bizim Bakımızın bugün inkişaf edən vaxtında belə küçə heç bir yerdə yoxdur. Bura yağış yağdı, buradan keçiləsi olmur. Mümkün deyil keçsin. Axşam vaxtı mən 21-ci əsrdə yaşayıram, evimə fanarla gəlirəm. Mən Elşad müəllimin yanında oldum, səyyar görə sağ olsun, çox gözəl bizi qarşıladı və söz verdi bizə. Bəli, o söz verdi ki, bu qısa müddətdə bu problemləri həll edəcək. İndi sizdən də xahişimiz olur ki, bu məsələni işıqlandırasınız. İndi özünüz o yolla gəldiniz, gördünüz o yolla bərbad. Vətəndaşlardan biri dedi ki, səyyar görüşlərdən birində problemlə bağlı şəxsən Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova məlumat verir və icra başçısı deyib ki, problem tezliklə həll olunacaq. Bəs niyə həll olunmayıb? Gəldi ki, İcra Hakimiyyətindən soruşaq, öyrənək. Cari ildə rayon ərazisində asfalt örtüyünün təmiri ilə bağlı Mənzil Kommunal Təsərrüfatı Birliyinə vəsait ayrılmamışdır. Vəsait ayrıldığı təqdirdə adı çəkilən küçədə asfalt örtüyü əsaslı təmir olunacaqdır.